Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin 22 dekabrdan 29 dekabra doğru nələr gözləyir? Balıqlar bu həftə bilirsiniz necə yaşayacaq? Çox monoton və mənasız bir həftə yaşayacaqsınız. Bəzi insanlar var, deyir içimdə narahatçılıq var, içimdə nəsə sıxıntı var, nəsə bir hadisə olacaq, nəsə bir problem olacaq. Bax, siz bu həftə biz elə yaşayacaq. İçinizdəki narahatçılıq, içinizdəki yarımçıqlıq, içinizdəki şübhələrin elə bir cavabını tapa bilməyəcəksiniz. Daim boşluqda qalacağınız bir nüans olacaq. Amma buna baxmayaraq balıqlar bu həftə özünüzün sağlamlığı və ailənizin sağlamlığı ilə əlaqədar olaraq həkimlə, xəstəxana ilə əlaqədar bəzi problemləriniz olacaq. Bu həftə maddisal elə bir sıçramağa çalışacaqsınız, sürətli şəkildə geriyə doğru çəkiləcəksiniz. Yəni bu həftə bir balaca həyat, evren sizi geriyə doğru çəkəcək. Yəni çox da ümidlənməyinizi, çox da aktiv formada güclənməyinizi istəməyəcək və şansınızı, özünüzün psixoloji yanaşmalarınızı zəifləyəcək. Ümumi olaraq mənim xoşuma gəlmədi. Yəni balıqlar, sizə bunu istəmirəm. Bu həftə duyğularınız da, bu həftə enerji hissləriniz də, bu həftə özünüzü dərk etməyiniz də, beyin düşüncə olaraq sənədlə, pul, maddiyatla, işlə qədər aktivləşməyiniz də çox zəif vəziyyətdir. Sanki özünüzün tarazlığını qura bilməyəcəyiniz bir həftədə olacaqsınız. Həftəni toparlaya bilsəz 68-71%-ə qədər bəlkə uğurlu edə bilərsiniz, amma mən o qədər də çox inanmıram. Çünki duruşunuz, psixoloji yanaşmanız xoşuma gəlmədi. Xərçənglər isə bu həftə şanslılardan birisi. Çünki məhkəmə quracaqsınız, ədaləti bərqərar eləyəcəksiniz və istədiyinizi sağlam şəkildə hər kəsin layiq olduğuna doğru yönləndirəcəksiniz. Bəli, həftənin sonlarına doğru pul, maddiyat şanslarınız gələcək. Kimdənsə pul, maddiyat gözləyirsə, özünüzə yüksək formada gələcək. Bu həftə istəkləriniz üzərindən xərçənglər, istəyirəm, mən əldə edirəm, istəyirəm, zamana doğru güclənirəm. Bu həftə istədiklərinizi yüksək səviyyədə əldə edəcəksiniz və bu həftə çox illüziya qurmağa ehtiyac yoxdur. Mən arzu xəyal qururam, elə bir şey yoxdur. Addımlarınızı sağlam və real şəkildə hərəkət etdirəcəksiniz və bunu rahat bir şəkildə yönləndirəcəksiniz. Sadəcə xoşuma gəlməyən boğaz nəfəs sisteminizdə, 4-cü, 5-ci çakralarınızda xoşuma gəlməyən problemlər var. Həkimlə və yaxud da özünüzlə infeksiya ilə əlaqədar olan narahatçılıqlarınız üstünə düşsəz, maddisal qüvvəniz də düzələcək, şəxsiyyətlə də əlaqədar hər kəsin layiq olduğu etapına doğru yönləndirəcəksiniz. Bəli, 78-83%-ə qədər həftənizi uğurlu edəcəksiniz. Əqrəblər isə bu həftə kəskin qərar və doğru düşüncələrinizə görə bəli, həftənizi özünüz uğurlu edəcəksiniz. Mən ədalətliyəm, mənim şübhələrim var, məni narahat edən səbəblər var, üstünə düşəcəksiniz. Hamısını məntiq olaraq, manipulyasiya olaraq idarə edəcəksiniz. İş kollektivinizdə, iş birliklərlə bağlı narahatçılıqlarınızın hamısını üstünə atacaqsınız. Qərarlarınızı çox düşünərək və ağıllı formada istiqamətinizi dəyişərək əqrəblər istədiyinizi əldə edəcəksiniz. Həftənin şənbə günündən, daha doğrusu cümə günündən şənbə gününü və bazar gününə qədər şanslarınız, uğurlarınız, gözləmədiyiniz evrenin qorunmasında yaşıl işıqda olacaqsınız və əqrəblər o içinizdə olan məntiqinizi, ağlınızı tam yüksək səviyyədə əldə edəcəksiniz. Çərşənbə axşamına qədər düzdür, yarımçıq olmağınıza baxmayaraq, oturub düşündükcə, planlarınızı qurduqca daha da güclənmiş bir etapda olacaqsınız və həftəni istədiyiniz kimi yönətməyə bacaracaqsınız. Gələn həftəyə doğru da gücünüzü yüksək səviyyədə toparlanmış olacaqsınız. Ümumi dəyərləndirsək, əqrəblər hardasa belə deyim də 86-88%-ə qədər həftənizi uğurlu edə bilərsiniz və məncə də uğurlu edəcək. Çünki istiqamətinizi dəyişməklə siz enerjinizi yeniləmiş olursunuz.